Qısa metrajdan başlayıb pisdən yaxşıya uzanan uzun metraj. Əvvəl yerli sektorda çəkilən 10 serialdan biri keyfiyyətli çıxanda təəccüblənirdik. Əvvəl dediyimdə çox uzaq deyil, cəmi 3 il əvvəl. Görünür vəziyyət dəyişib. Başda Emil Quliyev, İctimai TV, Elvin Rüstəmzadə, Sevinc Əliyeva, Qulu Əsgərov və digər Azərbaycan serial sektorunun dirçəlişində rol oynayan şəxslər və qurumlar olmaqla yanaşı, qeyd etmək lazımdır ki, bu keyfiyyətli yeni axım lap illər əvvəl Taleh Yüzbəyov və Əlixan Rəcəbovun qısa metrajlı əsərləri ilə start götürmüşdü. Mən onda hələ uşaq idim. La Casa de Papel falan izləyirdik. Düşünürdüm ki, görəsən nə vaxtsa yerli bir serial çıxacaq ki, onun bölümlərini həyəcanla gözləyək, obrazlarla elə bir empatiya quraq ki, obraz öləndə təsir etsin. Həmin düşüncələri indi reallıqla yaşayırıq. Bir çox serial ad çəkmək olar, hansı ki, bilməyənlər gedib izləsin və o məşhur stereotip, bizimkilər kino çəkə bilir, tamamilə dağılsın. Hamısı bir kənara, təkcə rejissor Emil Quliyevin Bölmə adlı çox serial bədii filmini izləsəniz, bu düşüncədən qurtula bilərsiniz. Amma bu videonun mövzusu dünən ilk bölümünü izlədiyim rejissor Qulu Əsgərovun ekran işi Mikrorayon serialıdır. Serial hər şənbə 22:00-da İctimai TV-nin efirində yayımlanır. Prodüseri vətəndaş A serialından tanıdığımız Sevinc Əliyeva və baş rolların birini isə yenə adı çəkilən serialdan tanıdığımız Eltəkin Xan canlandırır. Hələ ki ilk bölümü yayımlanmış bir serialı tərifləmək bəlkə də düzgün deyil. Amma mən inanıram ki, bu ekran işi ən azı vətəndaş A qədər qəlbimizdə və ekranlarımızda yer tutacaq. Son olaraq belə bir nəticə çıxarmaq olar ki, pul, motivasiya, savad və vicdan olduqdan sonra bizim sənətimizdə heç kimdən geri qalmırmış. Telefona çatmırsa Eve geç qayıtmaram Daraldı qara Çəkilir göz sınaq